Bu gün döymə xəmirdən yumşaq soba pirajkiləri hazırladım. Dedim bölüşüm ki, siz də yararlanasınız. Bu xəmirlə edilən pirajkilər o qədər çövrək alınır ki, sanki ağızda əriyir. Una otaq temperaturunda olan yumşaq yağ əlavə edib umaz şəklinə gətirənə qədər əlimlə ovuram. Üzərinə duz, şəkər tozu və qabartma töküb qarışdırıram. Sonra xamal və yumurta sarısı əlavə edib ələ yapışmayan yumşaq xəmir yoğururam. Və yarım saatlıq qoyuram soyuducuya dincəlməyə. Keçirəm içliyə hazırlamağa. Xırda doğranmış soğanı yaxşıca qızardıram. Sonra üzərinə bişirdiyim kartofu əlavə edib kartof əzənlə yaxşıca əzirəm. Duz, iştiyot, sarçöş də töküb qarışdırıram. Xəmiri 45 qramlıq kündələrə bölüb üzərlərini örtürəm. Sonra kündələri göstərdiyim kimi kiçik ölçüdə yayıram. Yaydığım xəmirin arasına hazırladığım içliyi qoyub ağzını şəkərbura kimi bükürəm. Siz istədiyiniz formanı verə bilərsiniz. Yumurta sarısına bir xörək qaşığı duru yağ əlavə edib pirajkilərin üzərinə çəkirəm. Çörək otu da səpib 180 dərəcəlik sobada 35-40 dəqiqə bişirirəm. Mən bu səfər pirajkiləri kartofla bişirdim. Siz istəsəz ətlə, toyuqla da edə bilərsiniz. Hər bir halda çox dadlı alınır. Videonu bəyəndinizsə, bəyən düyməsinə basıb abunə olmağı unutmayın. Eləyən hər kəsə nuş olsun.